Qəza ümrəsi. Müvəqqəti sülh günləri qurtarmaq üzrə idi. Müsəlmanlar İslam hakimiyyətinin dayaqlarını daha da möhkəmləndirmək uğrunda yorulmaq bilmədən çalışırdılar. Xeybər döyüşündən sonra isə təbliğat və cəza tədbirlərinin bəzi ünsürlərə qarşı göndərilməsi istisna olmaqla elə bir mühüm hərbi əməliyyatlar həyata keçirilməmişdir. Hüdeybiyyə sülhündən bir il keçmişdi və hər iki tərəf müqavilənin bəndlərini yerinə yetirirdi. Artıq Qureyş tərəfinin Peyğəmbər Salavatullah və müsəlmanlara Allah evinə ümrə ziyarətinə getmək üçün verdiyi icazənin vaxtı sona yetmişdi. Ona görə də Peyğəmbər Salavatullahın carçısı müsəlmanları qəza ümrəsi yerinə yetirmək üçün hazırlaşmağa çağırdı. Peyğəmbər Salavatullahla bərabər təxminən 2000 müsəlman yola düşdü. Onlar dəri torbalarda qılıncdan başqa heç bir silah götürməmişdilər. Lakin bununla yanaşı Peyğəmbər Salavatullah hər hansı xəyanətkar hücumlara qarşı ehtiyat tədbirləri də görmüşdü. Belə ki, Mərrə Zəhran deyilən bir yerdə hər hansı fövqəladə vəziyyətlərdən müdafiə olunmaq üçün xüsusi silahlı dəstə də yerləşdirilmişdi. Rəsul-i Əkrəm Zülhüleyfəyə çatanda özü və səhabələri ehram geydilər. Onlar özləri ilə 60 qurbanlıq heyvan da götürmüşdülər. Dəstənin qabağında Məhəmməd İbni Məsləmənin başçılığı altında 100-ə qədər atlı gedirdi. Məkkənin rəhbərləri öz adamları ilə bərabər şəhər ətrafındakı təpələrə və dağlara çıxıb sübut etməyə çalışırdılar ki, güya onlar Peyğəmbər Salavatullah və onun səhabələrinin üzünə baxmaq istəmirlər. Lakin Allahın Rəsulunun əzəməti və onun ətrafında yığışıb ləbbeyk deyən müsəlmanların mənzərəsindən onlar heyrətə gəlmiş, bu heyrətlə də özlərini itirərək ümrə əməllərini yerinə yetirən Peyğəmbər Salavatullah və müsəlmanlara tamaşa edirdilər. Peyğəmbər Salavatullah isə dəvənin belində Kəbə evinin ətrafında təvaf edirdi. Dəvənin ipindən Abdullah İbni Rufayə tutmuşdu. Allahın Rəsulu əmr etdi ki, müsəlmanlar ucadan təkrar etsinlər. Allahdan başqa heç bir tanrı yoxdur. Vədinə sadiqdir. Qullarına qələbə gətirir. Əskərlərini əziz tutur və tək başına dəstələri məğlub edir. Müsəlmanların çağırış səsləri Məkkə və onun dərə-təpələrində əks-səda verir və bu səbəbdən müşriklərin ürəkləri qorxudan əsirdi. Onlar 7 il bundan öncə qovularaq onların yanından çıxıb getmiş, indi isə Peyğəmbər olan bir şəxsin Allahın Rəsulunun ilahi qələbəsindən möhkəm hirslənmiş, onları kin, qəzəb və ədavət götürmüşdü. Rəsul-i Əkrəm və müsəlmanlar ümrə əməllərini yerinə yetirib tamamladılar. Qureyş qəbiləsi güya Peyğəmbər Salavatullahın və onunla bərabər olanların Mədinəyə hicrət etmək səbəbindən çətin, gərgin vəziyyətdə olması barədə verilmiş xəbərlərin yalan, eləcə də İslamın, müsəlmanların güclü olmasına bir daha qane oldular. Bilal Kəbənin üstünə çıxıb tövhid nidasını səsləndirdi. Sonra isə zöhr namazı üçün azan verdi. Onun çox sevincli bir ilahi görünüşlə azan verməsi Qureyş qəbiləsinin kafir başçılarını qıcıqlandırır, hirsləndirirdi. Artıq Məkkə bütövlüklə müsəlmanların ixtiyarında idi. Mühacirlər qardaşları Ənsarla bərabər şəhərə dağılışdılar. Allah yolunda qoyub getdikləri evlərini ziyarət etdilər və uzun ayrılıqdan sonra ailə və qohumları ilə görüşdülər. Qureyş qəbiləsi Peyğəmbər Salavatullahın Məkkədə uzun müddət qalmaqla nüfuzunun və gücünün artmasından qorxuya düşdü. Belə ki, onun Meymunə ilə evlənmək və toy mərasimi keçirtmək təklifini rədd etdikdən sonra müsəlmanlarla Qureyşlilər arasında ixtilaf baş verdi. Buna görə də Rəsul-i Əkrəm Əbu Rafini Məkkədə saxladı ki,
xanımı Meymunəni o zaman elə çağırırdılar, onun yanına gətirsin. Müsəlmanlar isə zöhr namazından qabaq Məkkədən çıxdılar. Əs-Siratun Nəbəviyyə 2-ci cild 372-ci səhifə. İslam Ərəbistan yarımadasından kənarda. Mutə döyüşü. Əl-Məğazi 2-ci cild 758-ci səhifə. Əs-Siratun Nəbəviyyə 2-ci cild 374-cü səhifə. Peyğəmbər salavatullah Ərəbistan yarımadasının şimal hissəsində də təhlükəsizliyi təmin etmək əzmində idi. Ona görə də bu ərazilərin əhalisini İslama çağırmaq və sonra da oradan Şam istiqamətində hərəkət etmək istəyirdi. Bu məqsədlə də Allahın Rəsulu Haris İbni Ümeyr Əzdini Haris İbni Əbu Şəmmar Qəssaninin yanına göndərdi. Lakin Şərhəbil İbni Əmir Qəssani buna etiraz edərək elçini öldürdü. Həmçinin Peyğəmbər salavatullah bir qrup müsəlmanı müxtəlif yerlərə göndərərək oraların əhalisini də İslam dininə dəvət etmək istədi. Lakin Şamın Zat Ətlah məntəqəsinin adamları elçilərə təcavüz edərək onları öldürdülər. Elçilərin öldürülməsi xəbəri Peyğəmbər salavatullaha çatanda o həzrət bərk kədərləndi və müsəlmanları yürüşə çıxmağa çağırdı. O, 3000 müsəlman döyüşçüdən ibarət bir ordu hazırladı və orduya Zeyd İbni Harisəni, o şəhid olarsa Cəfər İbni Əbu Talibi, o da şəhid olarsa Abdullah İbni Rəvahəni başçı təyin etdi. Peyğəmbər salavatullah ordunun qarşısında çıxış edərək buyurdu: Allahın adı ilə döyüşün. Onları İslama çağırın. Əgər bunu etsələr, qəbul edərəm və onlardan əl çəkərəm. Əks halda Allahın düşmənləri ilə və sizin Şamdakı düşmənlərinizlə vuruşun. Siz Şamda hücrələrdə adamlardan uzaqlaşmış güşənişinlərə rast gələcəksiniz. Onlara toxunmayın. Orada şeytanın başlarında yuva saldığı başqa adamları da görəcəksiniz. Həmin başları qılınclarınızla kəsin. Heç vaxt qadınları, körpə uşaqları və yaşlı qocaları öldürməyin. Heç bir xurma ağacını yıxmayın. Heç bir ağacı kəsməyin və heç bir evi uçurtmayın. Peyğəmbər salavatullah özü də onlarla çıxdı və ordunu son sərhəd nöqtəsində yola saldı. İslam ordusu Məşariq adlanan yerə çatanda qəflətən qarşısına çıxan və sayı 200.000 döyüşçü olan böyük bir Bizans ordusu ilə üz-üzə gəldi. Ona görə də müsəlmanlar Mutəyə tərəf çəkilərək düşmənə müqavimət göstərməyi qərarı aldılar. Çox saylı səbəblərə görə müsəlman ordusunun müqaviməti qırıldı və hər 3 sərkərdə öldürüldü. Məğlubiyyətin amilləri və səbəblərindən biri də müsəlmanların tanış olmadığı ərazidə, özü də təchizat və sursat mərkəzindən uzaqda vuruşması və hücum taktikasını seçməsi oldu. Bizanslılar isə çox böyük sayda ordu ilə müdafiə olunurdular. Üstəlik, onların döyüş təcrübəsində böyük fərq vardı. Belə ki, Bizans ordusu mütəşəkkil bir hərbi dəstə kimi çoxsaylı hərbi əməliyyatlarda iştirak etmiş, müsəlman ordusu isə yenicə təşkil olunmuş, sayı da, təcrübəsi də az idi. Əs-Siratun Nəbəviyyə 2-ci cild 381-ci səhifə. Peyğəmbər salavatullah Cəfər İbni Əbu Talibin öldürülməsinə bərk kədərləndi, möhkəm ağladı. Cəfərin evinə gedərək ailəsinə başsağlığı verib hüznünü çatdırdı. O həm də Zeyd İbni Harisə üçün bərk kədərləndi. Biharul Ənvar 21-ci cild 54-cü səhifə. Əl-Məğazi 2-ci cild 766-cı səhifə. Əs-Siratul Hələbiyyə 3-cü cild 68-ci səhifə.